Salam. Hər biriniz xoş gəlmisiniz, yeni qoşulan izləyicilərimiz. Zəhmət olmasa ekranlarımızı bəyənək, canlı yayımızı paylaşaq. Səhərki canlı yayımızda qeyd etmişdim ki, saat 5-6 arası yenidən canlı yayım açacağım. Qaldığımız yerdən davam edəcəyik. Zəhmət olmasa yeni qoşulan izləyicilərimiz ekranları bəyənək. Bütün izləyicilərimiz xoş gəlib, hər vaxtınız xeyir. Ekranları bəyənək, canlı yayımızı paylaşaq. Mən də keçim qaldığım yerdən sizə geyimlərimizi təqdim etməyə. Yeni qoşulanlar, hər biriniz xoş gəlmisiniz. Ekranlarımızı bəyənək, canlı yayımızı paylaşaq. Yayımız qalxsın, izlənməsi. Mən də başlayım sizin üçün geyimlərimizi təqdim etməyə. İlk olaraq xanımlar, hər canlı yayımızda qeyd edirəm, yenə də qeyd edim ki, səhifəmizdə yeni video paylaşmışam. Buradan görülən yerdən, buradan göstərdiyim yerdən keçid edib videomuzu bəyənə bilərsiniz. Yəni bəyənsəz bizim üçün xoş olar. Qiymətlə bağlı olsun, ölçü ilə bağlı olsun, nə əlavə sualınız olarsa da əgər, burada əlaqə nömrəmiz var. Baxın, sarı şriftlə qeyd etmişəm. Həmin əlaqə nömrəsinə yazsaz, mən sizə ətraflı məlumat verəcəm. Yeni gələn izləyicilərimiz hər biri xoş gəlib. Ekranlarımızı bəyənək, canlı yayımızı paylaşaq zəhmət olmasa. Deməli, xanımlar, bilirsiniz ki, mağazamızda həm böyük bədən, həm də kiçik bədən xanımlarımız üçün ölçülərimiz var. Yəni, mağazamız əsasən böyük bədən, kilolu xanımlar üçün olan geyimlərimizdir. Yəni, böyük bədən xanımlarımız da heç narahat olmasınlar. İlk olaraq mağazamızın ünvanını sizə qısaca bir xatırladım. Keçək gündəlik geyimlərimizdən təqdim edəcəm. Mağazamız xanımlar Əhmədli metrosunda yerləşir. Əhmədli metrosundan düz yuxarı qalxırsınız. Bakı kinoteatrın keçən kimi birinci svetofordan sağa dönürsünüz. Deməli, sağa dönürsünüz. Azı Şinyat evi ilə İrşad mağazası ilə üzbəüz yerləşir. Madera mebel mağazasının tam yanındadır mağazamız. Məzahir Rüstəmov küçəsi 140. İstəsəniz bu əlaqə nömrəsini yazın, mən sizə canlı konumda ataram. Yeni qoşulan izləyicilərimiz hər biri xoş gəlib. Ekranları bəyənək, canlı yayımızı paylaşıq zəhmət olmasa. İzləməyə də alsaz bizim üçün xoş olar. Səhərki, yəni səhər açdığım yayımda olan izləyicilərim də varsa, onlara bilirlər ki, mən qeyd etmişdim ki, 5-6 arası yenidən sizin üçün yayım açacağım. Hər birinizi xoş gördük. İstəyirəm xanımlar, bilirsiniz ki, həmişə gündəlik geyimlərlə başlayıram canlı yayımda ilk təqdim etməyə. Çünki yəni yaydır da, bütün hamı rahat geyim axtarır, rahat gündəlik geyim axtarır. Nə bilim, kətan material, pambıq material və s. Ona görə də istəyirəm bəyənlər üçün təşəkkür. Bütün izləyicilərimiz bəyənsə sevinərəm. Aha, yəni hamı günlük geyim axtarır ki, yaydır da rahat geyinim çıxım, rahat bir paltar olsun, geyinim çıxım. Ona görə, yəni yaydır deyə birinci istəyirəm, baxın burada nə qədər çeşid var, həm kətan material, həm pambıq, ştapel material. Belə gedirəm, effektim gedirik. Həm ştapel, yəni kətan material, həmçinin də qəşəng geyimlərimiz var. Bir-bir təqdim edeyim sizə. Sizdən tək istəyim odur ki, ekranlarımızı bəyənəsiniz, canlı yayımızı paylaşasınız. Yeni qoşulan izləyicilərimiz də hər biri xoş gəlib. Keçin bir-bir təqdim edeyim. Siz də yəni hansını istəsəz, hansının ölçüsü ilə bağlı maraqlansaz, qiyməti ilə bağlı maraqlansaz, əlaqə nömrəmizə yazın, məlumat verin. Yeni qoşulan izləyicilərimiz hər biri xoş gəlib. Baxın, əlimdə göstərdiyim model xanımlar. Atlas material, yəni yeni gələn yay donlarımızdandır. Təqdim etdiyim geyimlərin hər biri xanımlar yeni kolleksiyadır. Yəni hər biri təzə gəlib mağazamıza. Elələri var ki, görsən gələn kimi satılır. Yəni ona görə ölçüləri görürsünüz ki, nə biləm ölçüləri az qalır və s. Yəni əvvəlcədən bəyəndiyiniz geyimi, modeli sifariş də verə bilərsiniz. Aha, baxın, gördüyünüz model əlimdə olan yeni gəlib atlas materialdır, ölçüləri var. Böyük bədən xanımlarımız da rahatlıqla geyinə bilərlər. Yaxından göstərin, baxın belə qəşəng sinəsi 3 düyməli, yeni gələn rahat modeldir. Yəni hissəsində cibləri də var, həmçinin baxın, yandan belə qəşəng geniş cibləri də var, ölçüləri də var. Yəni böyük bədən xanımlarımız, kilolu xanımlarımız narahat olmasınlar. Çünki mağazamız əsasən böyük bədən xanımlarımız üçündür. Yeni qoşulanlar zəhmət olmasa ekranlarımızı bəyənək, canlı yayımımız qalxsın. Canlı yayımızı paylaşsaz da çox sevinərəm. Keçim digər modellərimizə. Qeyd etdiyim kimi, yəni nə sualınız varsa, oradakı əlaqə nömrəsi baxın qoymuşam. Ona yazın. Qiymət olsun, nə bilim digər suallarınız olarsa,
yazın cavablayım. Yeni qoşulan izləyicilərimiz hər biri xoş gəlib. Ünvanını soruşursunuz. İlk olaraq salam, xoş gəlmisiniz. Ünvanımız Əhmədli metrosunda yerləşir. Əhmədli metrosundan düz yuxarı qalxırsınız. Bakı Kinoteatrın keçən kimi birinci svetofordan sağa dönürsünüz. Elə görəcəksiniz İrşad mağazası, Azza Şirniyyat evi. Yəni ondan üzbəüz yerləşir. Bəyan üçün təşəkkür edirəm. Üzbəüz yerləşir. Məzahir Rüstəmov 140 küçəsi. İstəsə canlı konumda ata bilərik sizin üçün. Keçim xanımlar, siz yormadan növbəti libasımıza. Göy rəngdə qəşəng, rahat materialda olan bir libasımızdır. Qol hissəsini istəyirəm yaxından göstərim. Qol detayı belə qəşəng fərqli. Böyük bədən ölçülərdir. Həm kiçik bədən, həm də böyük bədən ölçülərimiz var mağazamızda. Uzunluğunu da baxın, belə uzaqdan sizin üçün göstərim. Keyfiyyətli parçadan, keyfiyyətli materialdan olan geyimlərdir mağazamızda. Rusiya istehsalı, Türkiyə istehsalı və s. Ekranlarımızı bəyənək, canlı yayımızı paylaşaq, zəhmət olmasa xanımlar. Keçim digər geyim modellərimizə. İndi isə sizə mağazamızda ən çox soruşulan kətan don modelimizi istəyirəm göstərim xanımlar. Ekranlarımızı bəyənək, 48 razmeri, bəli, 48 razmeri var, 64-də kimi, hətta bəzən görürsünüz ki, elə model olur ki, onun 70-ə kimi ölçüləri də olur mağazamızda. Baxın, bu əlimdə təqdim etdiyim kətan donumuz mağazamıza yeni gələn, ən çox soruşulan modellərdəndir. Bunun mağazamızda xanımlar 2 rəngi var. İndi mən digər rəngi sizin üçün göstərəcəm. Baxın. Həm belə kariçnili, həm də zeytun yaşılı deyirlər də buna. Yaşıl rəng, iki rəngi ilə mövcuddur, ölçüləri də var. Yəni kətan bilirsiniz ki, yayda ən çox satılan, ən çox geyinilən, yəni sərin materiallardandır. Yayda da xanımlarımızın mağazada da görürəm ki, yəni müştərilər gəlir, ən çox kətan material donları axtarır. Salam, xoş gəlmisiniz. Aha, görürsünüz ki, gəlir, ən çox kətan material donları axtarır. Bu da mağazamıza yeni gələn kətan donlarımızdandır. 2 rəngi ilə də mövcuddur. Ölçüləri də var. Qiymətlə bağlı zəhmət olmasa burada əlaqə nömrəsi qeyd etmişəm sarı şriftdə. O əlaqə nömrəsinə yazın, mən sizə cavab verəcəm. Əlavə nə sualınız olarsa da yaza bilərsiniz. Mən indi bir dəqiqə müştəri ilə maraqlanım, gəlirəm. Ekranlarımızı bəyənək, canlı yayımızı paylaşaq, zəhmət olmasa. Burada da böyük bədən yox, sən söyləyək. Ekranlarımızı bəyənək, zəhmət olmasa canlı yayımızı paylaşaq, izləməyə də alsanız çox sevinərəm. Keçim digər günlük geyimlərimizə. Yəni ziyafət geyimi demişkən elə yaxşı dedim. Ziyafət geyimi də bilirsiniz ki, bizim mağazamızda var. İstəsəz, yəni həm uzun, həm də qısa model ziyafət geyimlərindən göstərə bilərəm. Baxın, bu modelimiz də mağazamıza yeni gəlib. Yəni bu il xalxallar dəbdədir. Mən özüm də o günkü canlı yayımızda geymişdim. Qırmızı bir xalxal don geymişdim. Bütün izləyicilərimiz yazırdı ki, əyindəki paltar burdandır mı? Təəssüf ki, mən onu buradan almamışdım. Amma yəni onu oxşar, orta yaşlı xanımlarımız üçün geyimlərimiz var. Ekranlarımızı bəyənək zəhmət olmasa. Baxın, bu modelimiz qeyd etdiyim kimi mağazamıza yeni gəlib. Bu ilin ən dəbdə olan geyimlərindəndir. Çox qəşəng kətan material, sərin materialdır xanımlar. Qəşəng varetnikli. Yəni bunu müəllimə xanımlarımız olsun, həkim xanımlarımız var ki, məsəl üçün işləyən xanımlarımız olsun, evdar xanımlarımız olsun. Gəlirlər, deyirlər ki, bizə elə bir paltar ver ki, rahat sərin geyinək, gedək işə. Ekranlarımızı bəyənək, canlı yayımızı paylaşaq. Xoş gəlmisiniz. Adres mən qeyd edirəm indi. Adresimiz Əhmədli metrosunda yerləşir xanımlar mağazamız. Əhmədli metrosundan düz yuxarı qalxırsınız. Bakı Kinoteatrın keçən kimi birinci svetofordan sağa dönürsünüz. İrşad mağazası görəcəksiniz. Elə İrşadla Azza Şirniyyat evi ilə üzbəüz yerləşir. Hansı ki, xanımlarımız var, bizi rayondan izləyir. Nə bilim, Əhmədli uzaqda qalır, bura onun üçün yaxın deyil. Heç narahat olmasın. Mağazamızda çatdırma xidmətimiz də var. Yəni bölgələrə, rayonlara poçtdan çatdırırıq. Bakı şəhərində də kuryerlərimiz tam yəni evinizə kimi çatdırılma edə bilirik. Ekranlarımızı bəyənək, canlı yayımızı paylaşaq. Mən də keçim digər don növlərimizə. Baxın, bu donumuzun da yəni bütün canlı yayımda təqdim olunan bütün geyimlərimizin hər birinin ölçüləri var. Ekranlarımızı bəyənək, keçim mən də digər don modellərimizdən sizin üçün təqdim edim xanımlar. Aha. Digər yeni gələn qəşəng kətan material donumuzu istəyirəm sizə göstərim xanımlar. Baxın, bu modelimizdə yan hissəsi qəşəng cibli,
ölçüsü var. Çox qəşəng, rahat saxlayır, sərin saxlayan, əlində qəşəng oturan kətan material olan bir geyimimizdir. Yəni göstərilən geyimlərin hər biri yeni kolleksiyadır. Mağazamıza yeni gəlib. Yəni çox qəşəng, ideal seçimdir. Baxın, yaxından sizə göstərim. Kətan üzəri qəşəng belə sapla işləməli, fərqli bir modeldir. Bugün elə bu geyimlər biz hardasa, indi baxın elə 56 ölçüdür, əlimdəki böyük bədən ölçüləridir. Bugün bu geyimdən hardasa yəni 3-4 dənəsini belə satmışıq da. Müəllimi xanım gəlmişdi. Sonra biri gəlmişdi, deyirdi ki, nəvəmin son zəngi veçeri olacaq. Ora paltar axtarıram, onun üçün geyinməyə. Biz də bunu göstərdik, özü bəyəndi, aldı, getdi. Ekranlarımızı bəyənək, canlı yayımızı paylaşaq, zəhmət olmasa. Keçim digər növbəti geyimlərimizə. Aha xanımlar, deməli, indi biz pambıq modellərdən göstərim, ştapel deyirlər də. Ştapel modellərimizdən də göstərim. Baxın bu, əlimdə tutduğum libas da mağazamıza yeni gəlib. Belindən qəşəng, belində daha doğrusu öz parçasından qəşəng kəməri var. Ön hissəsi, baxın, belə düyməli modeldir. Arxa hissəsi sadə, beli qəşəng düzməlidir. Belində, üstündə də öz parçasından kəməri var. Ünvanımız harda? Mesajlar biraz qarışdı. Hə, mağazamız harda yerləşir? Mağazamız Əhmədli metrosunda yerləşir xanımlar. Bakı Kino Teatrından keçirsiniz, birinci svetofordan sağa dönürsünüz. Azza Şirniyyat evi ilə üzbəüz yerləşir. Elə İrşad mağazasında görəcəksiniz, onunla üzbəüz yerləşir. Ölçüləri var, bəli, həm böyük bədən, həm də kiçik bədən xanımlarımız üçün ölçüləri var. Ölçü cəhətdən heç narahat olmayın. Qiymətlə bağlı zəhmət olmasa, burada əlaqə nömrəsi qeyd etmişəm. Qiymətlə bağlı o əlaqə nömrəsindən yazarsınız. Ekranlarını bəyənək, canlı yayın paylaşaq, izləməmiz düşməsin. Aha, dedim ki, pambıqlardan təqdim edəcəm indi. Bayaqki canlımızda da birinci günlük geyimlərdən başlamışdım xanımlar. Çünki yaydı deyə, yəni hər kəs günlük geyim, rahat geyim axtarır. Böyük ölçüsü nədir bu donun? O bayaq göstərdiyim donun elə əlimdəkinin ölçüsü 56 idi. Yəni mağazamızda 60, 64, hətta yəni elə geyim olur ki, 70-ə kimi də ölçüsü olur. Böyük bədən ölçülərimiz var, narahat olmayın. Aha, yəni niyə belə ilk olaraq bunlardan başlayıram? Bayaqki səhərkən daha doğrusu canlı yayımımızda kim var idisə, elə ola bilər ki, canlı yayımda biz yəni günlük geyimləri göstərəndə daha çox izləyicilərimiz maraqlanır, soruşur. Çünki yayda hamı rahat geyim axtarır ki, yəni geyinsin, çıxsın. Digər bir geyim modelimizi təqdim etmək istəyirəm. Qara, sadə geyinməyi sevən xanımlarımız üçün. Baxın, həm yaxasında, həm də aşağısında belə qəşəng gül işləməsi var. Uzaqdan da göstərim ki, uzunluğun rahatlıqla görə biləsiniz. Arxa hissəsi belə sadə bir modeldir. Bu modelimizin də ölçüləri var xanımlar. Elə əlimdə təqdim etdiyim 56 ölçüdür. Bir də yəni xatırladım ki, çatdırma xidmətimiz də mövcuddur. Yəni mağazaya yaxınlaşa bilmirsinizsə, bayaqdan ünvan qeyd edirəm. Yəni mağazaya yaxınlaşa bilmirsinizsə, yəni görsəz ki, Əhmədlidir, görüb çıxmayın. Yəni həm rayonlara da çatdırılma eləyirik. Bakı şəhər daxilində kuryer vasitəsilə də çatdırılma eləyirik. Ekranlarımızı bəyənək, canlı yayımızı paylaşaq, zəhmət olmasa. Qiymətlə bağlı buradakı əlaqə nömrəsi baxın qeyd eləmişəm sarı şriftlə. Qiymətlə bağlı o əlaqə nömrəsinə yazın, mən sizə ətraflı məlumat verim. Keçim digər geyimlərimizdən bir-bir təqdim edeyim. Daha sonra digər qəhvəyi rəngdə, karışın rəngdə bir xallı libasımızı göstərmək istəyirəm. Baxın, elə əlimdə görürsünüz də, yəni necə böyük ölçüdür, elə canlı yanında da görünür. Baxımdan bir dənə xodunu alın, biraz gəlirəm. Ekranlarımızı bəyənək, zəhmət olmasın. Aha. Deməli, əlimdə təqdim etdiyim model də xanımlar. Yəni yeni gələn mağazamıza yeni gələn modeldir. Yəni əlimdə daha doğrusu canlı yayımda təqdim etdiyim geyimlərin hər biri yeni kolleksiyadır. Yəni yaya uyğun, yeni gələn həm kətan, həm də sərin ştapel material olan libaslarımızdır. Bunun da ölçüləri var. Elə görürsünüz ki, özü də böyük ölçüdür. Yəni hissəsinə baxın, qəşəng belə geniş cibləri var. Arxa hissəsi belə sadə modeldir. Yaxa hissəsi də həmçinin belə düyməlidir. Ekranlarımızı bəyənək, canlı yayımızı paylaşaq, izləməmiz qalxsın. Mən də keçim sizə geyimlərdən təqdim edim. Bir də xatırladım ki, elə izləyicilərimiz var ki, yeni qoşulur. Hər biri xoş gəlib yeni qoşulan izləyicilərimiz. Baxın, buradan səhifəyə keçid edib, səhifəmizdə yeni gələn kofta modellərimizin videosunu paylaşmışıq. Yəni keçid edib həm baxa bilərsiniz, yəni sifariş verə bilərsiniz. Bəyənsəz də ki, çox xoş olar. Aha. Daha sonra digər bir kətan material olan
donumuzdan istəyirəm sizə göstərim. İki oxşar modeli təqdim edəcəm. Biraz uzaqdan tutsam daha yaxşı. Aha. İki oxşar modeli göstərəcəm. Həm yaşıl, həm də boz rəngi. Baxın, bu modelimiz də arxa hissəsi belə sadə. Yaxından təqdim edeyim xanımlar. Yaxa hissəsində, həm də cib hissəsində qəşəng küpür işləməsi var. Aşağısı ətəyin, yəni donun ətəyi də, aşağı hissəsi də, indi biraz boyun çatmır göstərməyə. Aşağı hissəsi də eyni küpür işləməlidir. Ekranlarımızı bəyənək, canlı yayımızı paylaşaq. Aha, digər boz rəngdə olan kətan, həm də güpür birləşməsi olan bir donumuzu göstərmək istəyirəm xanımlar. Səsim biraz ala. Aha, bu modelimizdən əsasən böyük bədən ölçüdür. Yaxından sizə güpür işləməsini də istəyirəm göstərim. Həm bel hissəsi, yəni güpür olduğuna baxmayın xanımlar. Yəni bu iç göstərmir. Elə belə göstərim, baxasınız ki, birdən deyərsiniz ki, arxası güpürdür, iç göstərir. Yox, iç göstərmir. Qəşəng uzun, sərin saxlayan, əlində də çox qəşəng oturur. Deməli, keçim digər bir modelimizdə. Yəni xanımlar, mağazamızda ziyafət geyimlərimiz də var. Birazdan keçəcəm sizin üçün ziyafət geyimlərindən də bir təqdim edir. Daha sonra belə qəşəng tünd göy rəngdə yeni gələn bir modelimiz. Bu da pambıq materialdır xanımlar. Arxa hissəsi belə sadə, yaxa hissəsində belə qəşəng düymə detayı var. Bu modelimizin də mağazamızda ölçüləri mövcuddur. Daha sonra ikili də dəstlərimizdən də göstərəcəm. Yəni mağazamızda elə geyim modeli var ki, daha doğrusu ətəyi güllü kətan don. Ətəyi güllü kətan don hansını deyirsiniz? Yaşıl rəng olan. Rəngini birdən qeyd edin, zəhmət olmasa. Çünki çeşid çoxdur. Yəni kətan donlarımız dəhşət çoxdur deyə mağazada. Gördünüzsə əgər qeyd eləyin, mən onu göstərim. Aha, daha sonra mağazamızda yaşıl, yaşıl deyirsiniz, ətəyi güllü kətan. Bəlkə bunu deyirsiniz? Ətəyi güllü kətan göstərməmişəm hələ ki deyəsən. Əgər səhifədə görmüşsünüzsə bildim hansını deyirsiniz. İndi canlıyam da məncə onu göstərməmişəm. Aha, bu da yeni gələn modellərimizdəndir. Ön hissəsi belə qəşəng düyməlidir. Arxa hissəsi sadə, yaşıl rəng. Yandan da həmçinin cibləri var xanımlar. Səhifədə, səhifədə görmüşsünüzsə, indi o satılıbdır o modellərimizdən birisi. Amma qalmalıydı. Onu bir gətirim göstərim sizə. Siz ekranları bəyənin, canlı yayımızı paylaşın, izləməmiz düşməsin. Mən həmin modeldən biri qalmalıdır, amma o da sifariş verilibdir. Yenə də gətirim sizə göstərim, yaxından baxın, istəsəz biz gətirərik. Ekranları bəyənin, zəhmət olmasa modeli götürüb gəlirəm. Yəqin ki, bunu salam, ünvan haradır, düyməli don neçəyədir. Qiymətlə bağlı zəhmət olmasa əlaqə nömrəmiz var. Baxın, burada qeyd etmişəm. Oraya yazın, canlı yayımda qiymət deyə bilmirik. Yəni, səhifəmiz niyəsə spama gedir. Ünvanı indi qeyd edirəm. Ünvanımız deməli, Əhmədli metrosunda yerləşir mağazamız. Əhmədli metrosundan düz yuxarı qalxırsınız. Bakı kinoteatrından keçən kimi birinci svetofordan sağa dönürsünüz. Elə İrşad mağazası görəcəksiniz. İrşadla Azza Şinyat evi ilə tam üzbəüz yerləşir. Məzahir Rüstəmov 140 küçəsində yerləşir. İstəsəz yəni bu nömrəyə yazın, mən sizə mağazamızın məkanında göndərim. Mağazamızda hər gün səhər saat 10-dan axşam saat 8-in yarısına kimi açıq olur. Qiymətlə bağlı zəhmət olmasa qeyd etdim də ki, yəni bu əlaqə nömrəsinə yazın. Aha, yəqin ki, xanım bu donu deyirdi, səhifədə görüb, yaşıl aşağısı güllü kətan don. Bu modelimiz də yeni gələn modellərdəndir. Böyük bədən ölçüdür. Yaxından da belə sizin üçün göstərim. Razmerlər var xanım, yəni razmer cəhətdən narahat olmayın. Baxın, yaxa hissəsi bu cür düyməli, uzaqdan da ətəyindəki gül işləməsini də göstərəcəm. Yeni qoşulanlar ekranlarımızı bəyənək zəhmət olmasa. Bu libası qırağa qoyurum. Bunu çünki xanım sifariş verib. Bunu bura qatmayaq. Aha, daha sonra qeyd etmişdim ki, ikili dəstlərimizdən istəyirəm göstərək. Yəni qoy bu kətanı da göstərmələr gəlmişkən. 52-54 razmeri var. 52-54 razmeri var. Qiymətlə bağlı salam, xoş gəlmişsiniz. Qiymətlə bağlı zəhmət olmasa yazın. Salam əlinizdəki qiymət neçəyədir? Yaşıl. Yəqin ki, bunu deyirsiniz. Bunun qiyməti neçəyədir? Bunu satmışım.
Aha, 90-a. Qiymət demirdik əslində, amma yenə də dedik. Əlaqə nömrəsini yazın, ətrafında nə sualınız olarsa. Baxın, bu da mağazamıza yeni gələn qəşəng kətan material, sərin yay donlarımızdandır. Aşağı hissəsində özünüz görürsünüz xanımlar. Ölçüləri də var. Yəni o bayaq 52-54 ölçü soruşan xanım var idi. Yəni ölçü cəhətdən narahat olmayın. 64-də, 70-ə kimi ölçülərimiz var. Əlində göstərdiyin donun 54 razmeri varmı? Əlimdə göstərdiyim don indi bu 58-dir, 54-ü də var, bəli. Yəni bəzən ölçüləri görürsüz, deyirik ki, hə 58-dir, 54-dür, amma onu nəzərə alaq ki, Rusiya ölçüsü də var, Türk ölçüsü də var. Yəni onlar dəyişir. Elə məsəl üçün var ki, 58 ölçü xanım geyinir, ona 60 gedir və yaxud da 54 geyinməlidir, 58-də görürsünüz ki, ona tam olur. Ekranları bəyənək, canlı yayımızı paylaşaq. Mən də keçim, bayaqdan ikili dəstəyirəm sizə. Onlar yeni gələn, fərqli, yəni heç yerdə olmayan bir modeldir ki, bizdə endirimli qiymətədir. Yəni qiymət cəhətdən də burada deyilən qiymətlərə yəni narahat olmuyor. Mağazamızda hər zaman endirimlərimiz olur. Salam, xoş gəldiniz. Salam qızım. Kətan platyaları gör. Aha, bəli. Belə bütün şəhərə alt eləmişəm. Qara kətandır, zil qara bax belə. Burasında da ağ belə kant kimi gedir. Üstünü də toqqası ağ belə. Dedilər burada güya olar, bəlkə olar. Elə modeli bilmirəm, onlar olmaz. Ancaq buradadır da sizin. Hə, kətanlarımız var. Buradadır, yenə də. Çıxardı vəziyyət çəkmir, yerində göstərir. Hə? Qara kətan var, qısqan bir yandan ağ belə. Ağda böyrü də yarım, üstündə də ağ belə toxunma toqqası var. İmin olmadı ilə. Hə, bax indi ondan almışam balası olacaq. Bir də bəlkə olar da. Burada dedilər paltarlar yaxşıdır, bəlkə olar. Hə, var, toxunlarımız var, təzə Gələcəksən, belə yox da, mənim hə, o yox, o yanı ağlıdan yana verirəm, hə, ondan. Ona bənzərini istəmirəm. Hə, yox. Yoxdur, hə. Yox, bu yanı ağlı deyirsinizsə yox. 200 avandır. Çox sağ olun, təşəkkür edirəm. Aha, deməli arxadakı donları, hə, arxadakı donları göstərəcəm. Əlindəki göstərdiyim, hə, yəni 58 idi, 54-ü də olar. Ünvanı deyim, ünvanımız deməli Əhmədli metrosunda yerləşir mağazamız. Əhmədli metrosunda düz yuxarı qalxırsınız, Bakı kinoteatrını keçirsiniz. Elə keçən kimi görəcəksiniz ki, İrşad mağazası var. Az Şinyat evi var. Ondan tam üzbəüzdə yerləşir mağazamız. Məzahir Rüstəmov 140 küçəsi. Yeni qoşulanlar ekranlarımızı bəyənək, canlı yayımızı paylaşaq. Bizi səhifəmizi izləsəz də, takib atsaz da sevinərik. Aha, deməli müştəri gəldi deyə sizə təqdim edirmədim o donu. Şimdi onu sizin üçün göstərəcəm. Baxın bu hər əlində olan iki model mağazamıza köynək donun ölçüsü. Köynək don hansı? İndi göstərəcəm o donları xanımlar. Baxın bu modelimiz ikili bir modeldir. Aşağı hissəsi belə qəşəng sadə bir rəng kətan libası var, donu var. Üstdən də qəşəng ona uyğun köynəyi gedir. Rəngi də çox gözəldir. Yəni əsil yayda rahat geyinə biləcəyiniz yay rəngidir. Yaxından da göstərim. Baxın köynəyin üstü belə qəşəng qaş işləməlidir. Yəni bu dəstimiz ikili satılır. Bunu alsaz xanımlar yəni öz donunu da təkcə başqa bir şeylə uyğunlaşdırıb sonra geyinə də bilərsiniz. Nə bilim, üstündəki köynəyi də şalvarlı olsun, elə başqa bir don modeli ilə də olsun, geyinə bilərsiniz. Qiymət 90, belə deyim. Əlaqə nömrəmizə yazın, ətraflı məlumat verək. Ünvanımız da tamamilə xatırladacağam. Toy donları da göstərərəm. Qiymətlə bağlı dediyim kimi əlaqə nömrəmizə yazın. Bu modelin istəyirəm sizə qara rəngində təqdim edeyim xanımlar. Bu modelimizin deməli qara rəngi. Aşağı hissəsi bunun da həmçinin qara sadə kətan donu gedir. Üst hissəsindən də qəşəng leopard köynəyi var. Köynəyini də yaxından təqdim edeyim. Üstü belə qəşəng qaş işləməlidir. Ünvanımızı demişdim ki, qeyd edəcəm. Yadımdan çıxdı, onu göstərdim. Ünvanımız Əhmədli metrosunda yerləşir. Məzahir Rüstəmov 140 küçəsi. Bakı kinoteatrını keçirsiniz Əhmədlidə. Keçən kimi elə İrşad mağazası görəcəksiniz, Azza Şinyat evi görəcəksiniz. Elə onunla üzbəyüz yerləşir mağazamız. Mağazamıza yaxınlaşan müştərilərimizə endirim də olur. Qiymət cəhətdən heç narahat olmayın. Yəni siz gəlib qeyd etsəz ki, mən TikTokdan görmüşəm, canlı yayımdan görmüşəm, nə bilim, səhifədə videonuzu görmüşəm. Onda da o müştərilərimizə özəl də endirimlərimiz olur. Çatdırma xidmətimiz də var. Əvvəlcədən deyim.
Keçək digər modellərimizə. Baxın, elə bu modelimizi bayaq gələn müştəriyə də göstərdim. Böyük bədən ölçüdür. Baxın, elə belə baxanda da görsənir də, yəni necə böyük ölçüdür. Yəni hissəsi belə qəşəng düyməlidir, yandan cibləri də var. Bu modelimizi mağazamızda həm göy, həm də yaşıl rəngi var. 3 rəngi ilə mağazamızda mövcuddur. Əgər istəsəz, o yaşıldakı zeytun yaşıl deyirlər də, o xaki yaşıl rəngindədir. İstəsəz, əgər o rəngləri də görmək sizin üçün göstərərəm. Ümumiyyətlə modelin özünü belə göstərim ki, sadə kətan qara dondur. Yan hissəsindən baxın, belə karçimətli qəşəng düymələri gedir. Elə buradan görünür. Ölçüsü də ki, böyük bədəndir, ölçü cəhətdən narahat olmayın. Yeni qoşulan izləyicilərimiz hər biri xoş gəlib. Ekranları bəyənək, canlı yayımızı paylaşaq zəhmət olmasa. Keçim digər günlük donlarımızdan. O da qeyd etdiyim kimi ziyafətlərdə göstərəcəm. Nə? Materialı yuxarısı da kətandır. Bəli, ümumiyyətlə kətandır. Yəni materialı kətandır, kətan materialıdır bu. 62 razmer şalvarlar varmı? Şalvarlar var, bəli, ölçülərdə var. Böyük bədən şalvarlarımız var. Düz gedin qarşıda. Ekranlarımızı bəyənək, canlı yayımızı paylaşaq, izləməyə də alsaz sevinərik. Neçəyədir? Qiymətlə bağlı zəhmət olmasa, burada əlaqə nömrəsi var. Oraya yazdım, qiymət deyən kimi. Bayaq yenə açmışdım, qəşəng izləmə vardı canlı yayımın. İndi açanda da. Qiymət dedim, düşdü. Qiymətlə bağlı zəhmət olmasa əlaqə nömrəmizə yazın. Aha, dedim ki sizə ki bu modelin də 2 rəngi var. Həm mavi rəngi, həm də xaki yaşlı rəngi var. Keçək digər bir modelimizə xanımlar. Ekranlarımızı bəyənək zəhmət olmasa. Mən də sizə bir təqdim edeyim fərqli modellərimizdən. Daha sonra digər xallı belə bir modelimizi göstərmək istəyirəm. O hər iki xallı modeli göstərmişdim. Bu da tamam fərqli bir modeldir. Həm xallıdır, həm də qəşəng küpür işləməlidir. Sinə hissəsini istəyirəm yaxından göstərim. Qiymətlə bağlı zəhmət olmasa əlaqə nömrəmizə yazın. Sinə hissəsini yaxından göstərim. Qəşəng belə qaş muncuq işləməli bir modeldir. Yan hissəsindən cibləri də var xanımlar. Yəni cibli bir modeldir. Aşağı hissəsi də həmçinin baxın belə güpür işləməli. Böyük bədən jiletlər varmı? Bəli, jiletlər var. İndi hamısını bir göstərəcəm. Sadəcə istəyirəm ki, hər modeldən ən azı bir 5-6 dənə göstərim ki, yəni məlumatınız olsun ki, mağazamızda hansı mallar var. Çeşidimiz, yəni hədsiz çoxdur, bacardığım qədər təqdim etməyə çalışıram. Aha, deməli, don modellərimizdən məncə, yəni gündəlik donlardan məncə biraz göstərdim. Əlavə də nə sualınız olursa xanımlar, orada əlaqə nömrəsi qeyd etmişəm, salam, xoş gəldiniz. Əlavə də nə sualınız olursa, orada əlaqə nömrəsi qeyd etmişəm, oraya yazın, mən sizə məlumat verəcəm. Ekranları bəyənək, canlı yayımızı paylaşaq zəhmət olmasa. İndi keçəcəm sizin üçün digər geyim modellərimizdən. Aha, indi ziyafət geyimlərindən göstərəcəm sizə. Xanımlar bayaqdan burada ziyafət geyimi yazırdı. İstəyirəm sizin üçün ziyafət geyimlərindən göstərim. Ekranlarımızı bəyənək, canlı yayımızı paylaşaq zəhmət olmazsa. Deməli xanımlar, görürsünüz, baxın burada mağazamızda uzun model ziyafət geyimlərimizin, yəni çeşidləri hədsiz dərəcədə çoxdur. Həm sadələri var, həm rəngləri var, həm qaraları var. Aha. Həm sadədir, həm rənglidir, həm qaradır. Yəni hər cür, həm qısa, həm uzun ziyafət geyimlərimiz var. Ekranlarımızı bəyənək, canlı yayımızı paylaşaq. Mən də sizə bir-birindən gözəl ziyafət geyim modellərimizdən təqdim edəcəm. Dəqiqə mən istəyirəm bunu saçımı yığım, rahat olum. Siz zəhmət olmasa ekranları bəyənin, canlı yayımızı paylaşın. İndi keçirəm. Saçımı yığdım, belə daha rahat. Deməli xanımlar, bu modelimizdən birinci başlayaq. Bayaq canlıda da göstərmişdim xanımlarımız üçün ziyafət geyimləri. Ona görə istəyirəm ki, hər canlıda eyni şeylər olmasın, eyni geyimlər olmasın. Müxtəlif geyimlər olsun ki, hər dəfə fərqli bir geyim görəsiniz. Baxın, bu geyimimiz uzaqdan göstərib. Arxa hissəsi belə qəşəng sadə, bel hissəsi bu cür qəşəng qaş, həm də güpür işləməli bir modelimizdir. Yəni, əsasən böyük bədəndir, ölçüləri var, ölçü cəhətdən heç narahat olmuyor. Yeni qoşulanlar, hər biriniz xoş gəlmişsiniz. Ekranlarımızı bəyənək, zəhmət olmasa canlı yayımızı paylaşaq. Aha, yəni parçası özündən qəşəng belə zərli, zərif bir ziyafət geyimidir xanımlar.
uzun bir modeldir. Baxın, kənardan göstərim, tam boyunda görəsiniz. Ölçülərdə var. Arxa hissəsi də belə boş bir modeldir. Yəni o bəzən kilolu xanımlarımız görürsünüz deyir ki, elə bir geyim olsun ki, mənim kilolarımı, o qarın hissəmi, mədə hissəmi və s. yəni kilolarımı göstərməsin. Yəni bu geyim də məncə tam ona uyğundur ki, oy, həqiqət çıxdı burada. Aha, bu geyim də məncə tam ona uyğundur ki, arxa hissəsi boş olmaqla, ön hissəsi belə boş model olmaqla kiloları bildirmir. Haradır? Ünvan deməli, mağazamız xanımlar Əhmədli metrosunda yerləşir. Əhmədli metrosundan Bakı kinoteatrını keçən kimi düz qalxırsınız, elə qarşınıza İrşad mağazası çıxacaq, Azza Şirniyyat evi çıxacaq. Mağazamız tam onunla üzbəüz yerləşir. Məzahir Rüstəmov 140 küçəsində yerləşir. Aha, deməli, yəni mağazamıza yaxınlaşa bilməyən xanımlarımız varsa, rayonda yaşayan xanımlarımız varsa, onlar da heç narahat olmasın. Rayonlara da göndəririk, Bakı şəhərində də çatdırılma edirik. Neçəyədir? Qiymətlə bağlı zəhmət olmasa, bu əlaqə nömrəsinə yazın. Keçim digər ziyafət geyimlərimizdən göstərin, xanımlar, tez-tez ki, hər birindən xəbərdar olasınız. Baxın, digər atlas materialda, atlas parçadan qəşəng bənövşəyi rəng, açıq bənövşəyi. Buna lila rəngi deyirlər, səhv eləmirəmsə. Aha, açıq bənövşəyi atlas ziyafət geyimimizi göstərmək istəyirəm. Bu da böyük bədəndir. Bu eyni bu modelin qara rəngi də var. Kirayə deyil, xam, satışdır. Eyni bu modelin qara rəngi də var mağazamızda. Bel hissəsi qəşəng belə qaş işləməli, uzun atlas. Atlasını da bilirsiniz ki, yəni əynində oturuşu çox qəşəngdir, incə göstərir, yəni incə göstərən bir parça modelidir. Yəni böyük bədən xanımlarımız da rahatlıqla geyinə bilərlər. Salam hamilə xanım. Ümumiyyətlə salam ilk olaraq mağazamızda böyük bədən ölçülü geyimləri deyə. Yəni məncə hamilə xanımlarımız da rahatlıqla gəlib geyinə ala bilərlər, geyinə bilərlər. Yəni böyük bədəndir deyə məncə yəni sizə də uyğundur. Aha, qeyd etdiyim kimi, oy bu paltar atlaslı deyə sürüşür, rahat durmur əlimdə. Aha, qeyd etdiyim kimi bu modelimizin qara rəngi də var mağazamızda. Həm qara, həm də gördüyünüz kimi bənövşəyi, lila rəngi var. Ekranlarımızı bəyənək, canlı yayımızı paylaşaq zəhmət olmasa. Mən də keçim digər ziyafət geyimlərimizə. Daha sonra xanımlar, belə qəşəng yaşıl rəngdə, yəni rəngin gözəlliyini özünüz görürsünüz də, yəni ekranda necə qəşəng parıldayan bir ziyafət libasıdır, geyimidir. Ön hissəsi belədir, yoxsa belə? Hə, belə düz göstərirəm. Yəni qəşəng yaşıl rəngdə, xak yaşıl rəngində olan üstü binsel işləməli, gözəl balıq model gedir bu. Balıq model əynində də çox qəşəng oturur. Yəni dümdüz oturur. Balıq model olan bir ziyafət geyimimizdir. İndi mənim boyum çatmır bunun aşağı hissəsini tam. Biraz bəlkə uzağa tutsam görsənlər. Ekranlarımızı bəyənəyə zəhmət olmasa. Aha, buradan görsənəcək. Belə göstərim. Baxın, belə aşağı hissəsi də həm də qəşəng tül işləməli, balıq model olan ziyafət geyimimizdir. Ölçüləri var. Böyük bədən xanımlarımız da gəlib, həm kiçik bədən, həm də böyük bədən xanımlarımız üçün ölçülərimiz mağazamızda mövcuddur. Yəni o xanım dediyi kimi hamilə xanımlarımız da gəlib ala bilərlər, hicablı xanımlarımız da həmçinin. Çünki qollu model geyimlərimiz də mövcuddur mağazamızda. Yeni qoşulanlar, ekranlarımızı bəyənək zəhmət olmasa, bir neçə də ziyafət geyimi istəyirəm təqdim edeyim xanımlar. Ondan sonra sizə istəyirəm ikili dəstlərimizdən, nə bilim şalvar modellərimizdən göstəreyim. Mağazamızda həmçinin kofta, sarışqa modellərimiz də var. Onun da videosu səhifəmizdə yenicə paylaşmışıq. Arası yarım saat əvvəl olar ya da olmaz. Yeni paylaşmışıq. Baxın, buradan keçid edib o videomuza da baxa bilərsiniz. İstədiyiniz model varsa seçib bu əlaqə nömrəmizi ata bilərsiniz. Videomuzu da bəyənsəz sevinərik. Aha. İndi istəyirəm şalvar modellərimizdən göstərim. Çünki bəzən görürsünüz ki, böyük bədən xanımlarımız, kilolu xanımlarımız öz ölçülərinə uyğun, yəni rahat bir şalvar tapa bilmirlər. Heç narahat olmasınlar. Bizim mağazamızda onların da ölçülərinə uyğun şalvar modellərimiz var. Yeni qoşulanlar, ekranlarımızı bəyənək zəhmət olmasa. Aha. Mağazamızda xanımlar, böyük bədən xanımlarımız üçün həm klassik, həm də kətan material, yəni rahat günlüyə geyinə biləcəyiniz rahat şalvar modellərimiz də var. Elə əlimdə göstərdiyim, baxın görürsünüz, klassik model olan şalvar modelimizi klassikdir, yəni aşağı hissəsi belə qəşəng düyməli, ölçüləri də var, böyük bədən, baxın 48 olsun, 46 olsun, 50 olsun, yəni ölçüləri var, ölçü cəhətdən heç narahat olmayın. Daha sonra keçim daha fərqli materialda olan şalvarlarımızı göstərim.
Ekranlarımızı bəyənək zəhmət olmasa. Daha sonra kətan material bir belə şalvarımız var xanımlar. Kətan material belə şalvar modelimizdir. Bu modelimiz də böyük bədən ölçüdür. Yəni ölçüləri var mağazamızda. Qiymətlə bağlı da nə suallarınız olarsa, zəhmət olmasa buradakı əlaqə nömrəsinə yazın. Həm qiymətlə bağlı, həm də ölçülərlə bağlı ətraflı məlumat verək sizə. Daha sonra digər rahat şalvar modellərimizdən göstərəcəm indi sizə. Baxın, yəni qəşəng sərin yayda geymək üçün məncə idealdır. Qara rəng, yəni şalvarın özünün cibləri də var. Qəşəng nazik, kətan material şalvar modelimizdir. Ekranlarımızı bəyənək, canlı yayımızı paylaşaq, izləməmiz düşməsin. Xatırlatmışdım ki, mağazamızda qısa model ziyafət geyimlərimiz də var. Uzunları təqdim etdik. Yeni qoşulan izləyicilərimiz əgər görmədilərsə, indi burada yaza bilərlər. Mən onlar üçün yenidən də göstərərəm. Qısa model ziyafət geyimlərimizdən istəyirəm bir neçəsini təqdim edeyim sizə. Yəni hansı geyimləri təqdim etməyimi istəyirsinizsə, mağazamızda çeşid çoxdur. Canlı yayımızda elə də vaxt olmur mən, yəni bütün mağazanı sizə təəssüf ki, bir-bir göstərə bilmirəm. Hansı model geyimimizi istəyirsinizsə, burada şərh bölməsində yazın. Mən sizə o geyimimizi göstərim, onun haqqında məlumat verim. İndi qısa modellərdən də bir neçəsini təqdim edəcəm sizə. Yəni göstərilən modellərin xanımlar, hər birinin ölçüsü var mağazamızda. Ölçü cəhətdən heç narahat olmayın. Baxın bu modelimiz mağazamıza yeni gələn, həm sadə, yəni həm günlüyə, həm ziyafətə, nə bilim, hara geçsəz, yəni rahatlıqla alıb geyinə bilərsiniz. Bel hissəsində qəşəng belə bu cür gül broşu var. Qısa modeldir, yəni dizdən aşağı o kalem deyirlər də, kalemetrik bir modeldir. Ekranlarımızı bəyənək, zəhmət olmasa canlı yayımızı paylaşaq. Yəni bu modelimizin də ölçüləri var, yəni göstərən xanımlarımız geyinə bilərlər. Keçim digər qısa model geyimlərimizə. Baxın bu modelimizdə atlas parçalı qısa ziyafət geyimlərimiz. Yəni dediyim kimi həm ziyafətə, həm də günlüyə rahatlıqla geyinə bilərsiniz. Ön hissəsini göstərim ki, belə qəşəng dəmir düymələri də var. Keçək digər bir modelimizə. Qara rəngini istəyirəm göstəreyim. Bayaqdan göstərdiyim geyimlərin əsasən yəni çoxu rəngli modellərdir. Yəni elə xanımlarımız var ki, onlar da həmişə qara rəng geyinməyi sevir. Deyirlər ki, mən qara rəngdən başqa rəng geyinmək istəmirəm, qara rəngi sevirəm. Ona görə indi qara rəng geyimlərimizdən də göstərəcəm. Ekranlarımızı bəyənək. Baxın, indi hal-hazırda əlimdə göstərdiyim model də qara rəng. Qəşəng zərif bir modeldir xanımlar. Ölçüləri də var mağazamızda. Yaxından göstərim. Baxın, sinə hissəsi qəşəng bu cür qaş işləməli. Həmçinin o qaşlardan qolunda da var. Qolları tül qoldur. Yəni bu yayda da geyinə bilərsiniz. Yəni qol belə gördüyünə baxmayın, tül qoldur. Yəni yayda hər hansısa bir ziyafətə, toya mı, ad gününə mi gedirsinizsə, bu libası geyinə bilərsiniz. Arxa hissəsi də baxın, belə sadə modeldir. Daha sonra digər bir modelimizi istəyirəm təqdim edeyim. Ekranlarımızı bəyənək, zəhmət olmasa. Digər qara sadə bir geyimimizi istəyirəm göstərim xanımlar sizə. Baxın bu modelimizdə qəşəng sadə, arxa hissəsi sadə, ön hissəsini yaxından göstəreyim. Həm güpür, həm də qaş işləməli olan bir modelimizdir. Boğazında da qəşəng belə qızılı ona uyğun broşu var. Baxın ölçüsü elə əlimdəki 60-dır. Yəni böyük bədən xanımlarımız da rahatlıqla geyinə bilərlər. Hər ölçüsü var. Yəni 50-dən başlayır, 48, 46, nə bilim 60, 64. Yəni 70-ə kimi ölçülərimiz var mağazamızda. Qiymət cəhətdən də heç narahat olmayın. Yəni mağazamızda hal-hazırda sizə təqdim olunan qiymətlər hər biri endirimli qiymətlərdir. Amma siz yaxınlaşıb desəz ki, nə bilim canlıdan görmüşəm və s. onda da biz sizə xüsusi endirim edərik. Ekranlarımızı bəyənək, canlı yayımızı paylaşaq. Digər qısa model ziyafət geyimlərimizdən də mən sizə bir göstəreyim. Baxın bu model də mağazamızda ən çox sevilən, ən çox satılan modellərdəndir. Bunun da videosu səhifəmizdə var. Həm modelin üzərində olan videosu var, həm də yəni bir özümüzün təqdim etdiyimiz videosu var. Bu model də elə görsənir ki, elə bir ikilidir. Həm ətək, həm də üstdən yəni ona uyğun bir köynək geyinmişsiniz. Kostyum kimi, dəst kimi görsənir, amma yəni tək bir libasdır.
Qol hissəsi də belə qəşəng, fərqli, həm qaşlı, həm çiçək işləməli. Çox qəşəng, zərif bir modeldir xanımlar. Ölçüləri də var mağazamızda. Arxa hissəsi də baxın, belə kəmərlə istəsəz öz, yəni ölçünüzə uyğun, arxa hissəsi də belə kəmər vasitəsilə baxın belə yığıb geyinə bilərsiniz. Daha sonra digər bir modelimizə keçək. Bu modelimizin indi sizə göstərəcəyim modelin 2 rəngi var mağazamızda. Həm əlində gördüyünüz göy rəngi, həm də bənövşəyi rəngi var. İndi o rəngdə qarşıma çıxsa, mən sizə təqdim edəcəm. Salam, arxadakı cibli kofta neçəyədir? Hansı cib? Yəqin ki, bunu deyirsiniz. Bu ağ olan, bu köynək. Yox, ya da bu qara. Hə, yəqin ki, bunu deyirsiniz, bu uzun olanı. Qiymətlə bağlı zəhmət olmasa, buradakı əlaqə nömrəsi, baxın qoymuşam sarı şriftdə, o nömrəyə yazın, mən sizə məlumat verim. Elə burada canlı istəyirsiniz, çəkin onun şəklini. O koftanın videosu da var səhifəmizdə. Elə bu canlı yəndə onun şəklini çəkin, atın bizə, biz sizə ətraflı məlumat verək. Yəni, ölçüsü də elə baxanda da görünür ki, böyük bədən xanımlarımız da geyinə bilərlər. Çox qəşəng materialı var. Şalvarlarla da rahat, yəni şalvar üstü bir modeldir, geyinə bilərsiniz. Keçək əlindəki donu təqdim edirdim. Baxın, bu donumuzda aşağı hissəsi belə qəşəng, daha nisbətən daha tünd göydür. Yaxı hissəsində də belə qəşəng həm qaş, həm də belə gül detayı var. Eyni bu modelimizin qeyd etdiyim kimi bənövşəyi rəngi də mövcuddur mağazamızda. Elə xanım kofta modellərini orada soruşmuşkən, mən bir daha sizə xatırladım ki, elə izləyicilərimiz var ki, yeni qoşulur, bayaq danışdıqlarımızı eşidə bilmir. Səhifəmizə baxın, buradan göstərdiyim yerdən daxil olsa, səhifəmizdə kofta modellərimizin videosu paylaşılıb, yəni yeni paylaşılan videodur. Məsləhət görərdim ki, xanımlar, keçid edib baxasınız. Orada da bir-birindən qəşəng, fərqli kofta modellərimiz var. İndi belə əldə olanlardan da mən sizə göstərəcəm. Həm futbolkadır, həm də köynək modelləridir. Baxın, hansını bəyənsəz atın bizə, biz sizə qiyməti ilə bağlı, nə bilim, nə sualınız varsa cavab verəcəyik. Videomuzu da bəyənsəz, çox sevinərik. İndi əldə olan futbolka modellərinə, yeni gələn böyük bədən kofta modellərindən istəyirəm sizə də göstərim ki, hər birindən anlaşınız olsun. Baxın, bu leoparlı kofta modelimiz, yəni o kilolu xanımlarımız axtarır ki, məsəl üçün böyük olsun, geniş olsun, kilolarımı bildirməsin. Baxın, 4XL kimi ölçüləri var. Yəni geniş, rahat, materialdakı çox yumuşaq, qəşəng, pambıq material olan futbolka modelimizdir. Daha sonra digər ağ rəng istəyirəm birini sizə göstərim. Baxın, bu modelimiz də böyük bədəndir. Ağ rəng, arxa hissəsi belə sadə, ön hissəsi də belə qəşəng bilselli, zərif bir modeldir. Ekranlarımızı bəyənək, canlı yayımızı paylaşaq. Birazdan canlı yayımızı bağlayacağıq. Hardasa saat 6-ya qalıb 7 işləmiş falan bağlayacağıq. Mən yəni məsləhət görərdim ki, səhifəmizi izləməyə daha doğrusu alasınız, danışa bilmirəm. Səhifəmizi izləməyə alasınız. Çünki bəzən olur da canlı yayım oturub baxırıq, belə nəsə əlimiz dəyir və say çıxırıq. Sonra həmin o geyimi gördüyümüz səhifəni itiririk. İtirməmək üçün, bəyəndiyiniz geyimi əldə etmək üçün səhifəmizdə izləməyə alsaq çox sevinərik. Həm də özünüz üçün də ki, rahatlıqla yeni paylaşılan videolardan olan endirimlərin hər birindən xəbərdar olasınız. Aha, digər sonra sadə belə qəşəng ağ-qara futbolka modelimiz. Bu da böyük ölçüdür, uzun modeldir. Yəni şalvarlarla rahat geyinə bilərsiniz. Şalvar üstü bir modeldir. Tez-tez keçim digər kofta modelimizə. Baxın, bu da qəşəng, rəngin gözəlliyini özünüz baxın, tutacağım indi görün. Qəşəng yumuşaq pambıq material, əsl yay rəngi, açıq rəngli gözəl bir modelimizdir. Arxa hissəsi, baxın, belə sadədir. İndi yaxından da göstəreyim. Üst hissəsi belə qəşəng, həm qaş, həm də muncuq işləmələrlədir. Xanımlar, çox yumuşaq materialı var. Yəni, sərin bir modeldir. Yayda qəşəng şalvarlarla, ətəklərlə, nə istəsəz uyğunlaşdırıb geyinə bilərsiniz. Yeni gələn izləyicilərimiz hər biri xoş gəlib. Ekranlarımızı bəyənək, canlı yayımızı paylaşaq, izləməmiz düşməsin. Mağazamızın ünvanı Əhmədli metrosunda yerləşir. Əhmədli metrosundan düz yuxarı qalxırsınız. Bakı Kinoteatrın keçən kimi 1-ci svetofordan sağa dönürsünüz. İrşad İrşad mağazasını görəcəksiniz. Onunla üzbəyiz Azza Şirniyyat evi ilə üzbəyiz yerləşir. Mebel mağazası demişkən elə Madeira Mebel mağazasının da yanında yerləşir mağazamız. Yəni taksi xidmətlərində də çıxır. Əlaqə nömrəmizə də yazsaz, mən sizə konum atarım. Daha sonra digər katan uzun belə bir kofta modeldir xanımlar bu. Yəni buna tunik gedir də, yəni lastinlərlə, şalvarlarla alıb geyinə bilərsiniz.
Daha sonra indi bir kofta modelimizi göstereceğim açıq rəng. Baxın bu modelin elə yarım saat, harasa 1 saat əvvəl videosu paylaşılıb səhifəmizdə. Oradan da keçid edib yaxından baxa bilərsiniz. Nə yazmışsınız? Nərgiz, aha bəli, Nərgizin yanındadır. Dinləmək istəmirsiniz. Sizin mən mesajınızı birinci dəfədə görürəm, və sizin səhifəni birinci dəfədə görürəm. Yəni burada nə yazılırsa hamısını oxuyuram və üstə də keçid edib mesajlara baxıram. Yəni siz ümumiyyətlə mesaj yazmamısınız. Yəni zəhmət olmasa mesaj yazanda etik qaydalara riayət eləyin. Yəni belə əmr tərzində də kiməsə yazmayaq. Siz sağ olun. Hə, düz Nərgiz butikin yanında yerləşir. Yəni sizin mesajınız bəlkə də yazmısınız, düşməyib. Yəni yazsaz mən görərdim. Hə xanımlar, qaydaq yenidən təqdim etməyə. Bu modelimizin də qeyd etdiyim kimi videosunu, yəni mən təzəcə yerləşdirmişəm səhifəyə, keçid edib baxa bilərsiniz. Qəşəng açıq rəng geyinməyi sevən xanımlarımız üçün məncə ideal bir seçimdir. Yaxından göstərim, həm güpür, həm də qaş işləmələrlədir üst hissəsi. Daha sonra digər yeni gələn futbolka modellərimizdən baxım görün burada nə tapıram, sizə göstərim. Yəni çeşidlərimiz çoxdur, elə belə ümumi göstərmək istəyirəm. Yəni baxın, həm köynək modellərimiz olsun, kətan köynək olsun, nə bilim futbolka modelləri olsun. Mağazamızda çeşid olduqca çoxdur. Ekranlarımızı bəyənək zəhmət olmasa. Daha sonra üst geyimlərimizdən də biraz göstərəcəm sizə. Çünki üst geyimlərimiz hal-hazırda endirimdədir. Yəni yayda endirimdə olmuşkən məncə gəlin alın, bu endirimlərdən yararlanın. Daha sonra digər belə fərqli bir modelimiz. Arxa hissəsi qəşəng qara sadə. Ön hissəsi də belə fərqli. Parçası özündən zərli olan bir modeldir. Baxın belə qəşəng üstüdə qaş işləmələrlədir. Ekranlarımızı bəyənək. Məncə xanımlar, kofta futbolka modellərinə bu qədər bəsdir. Ən azından yəni anlayışınız oldu ki, mağazamızda çeşid çoxdur, hansı formada geyimlərimiz var. Neçədir qiymətlə bağlı zəhmət olmasa burada əlaqə nömrəsi qeyd etmişəm. Həmin əlaqə nömrəsinə yazın, mən sizə qiymətlə bağlı məlumat verim. Yəni nə sualınız varsa yazın, orada cavablandıracağam. Keçək üst geyimlərimizdən də göstərək. Yenə də yəni bir daha təkrarlayıram. Hansı geyimi ki görmək istəyirsiniz, istəmirsiniz deyin. Görmək istəyirsiniz, yazın burada şərh bölməsinə. Mən sizə o geyimi göstərəcəm. Yəni mağazamızda dediyim kimi çeşidimiz olduqca çoxdur deyə xanımlar. Bəzən görürsünüz ki, vaxt eləyib çatdırıb göstərə bilmirəm. Gündə 2 dəfə canlı yayım açırıq. Yəni yaxşı, yəni ən əsas canlı yayımız olur saat 12-dən 12-1 arasında 2-yə kimi. Axşam da yəni bu saatlarda da canlı yayım açırıq biz. Bir dəqiqə, bu niyə belə oldu? Hə. Axşam saatlarında da sizin üçün canlı yayım açırıq. Amma yəni mən hər gün çalışacağam ki, Instagram səhifəmizdə izləyərsiniz. Elə eyni bu adda Instagram səhifəmiz var. Instagram səhifəmizi izləyərsiniz. Mən hər gün çalışacağam ki, səhər-səhər story atım. Yəni orada paylaşım edeyim. Deyim ki, filan saatda bizim canlı yayımız olacaq. Siz də həmin saatda qoşulun, canlı yayımızı qaçırmayın. Haradır? Ünvanı xatırladım. Birinci deyim ki, xanımlar, ünvanımızın videosu səhifəmizdə var. İstəsəz nömrəyə də yazın, mən sizə konumda atım. Bu bir qırağa. Ünvanımız deməli Əhmədli metrosunda yerləşir. Bakı Kinoteatrının keçən kimi 1-ci svetofordan dönürsünüz. Elə orada İrşad mağazasını görəcəksiniz. Azza Şinyət evi görəcəksiniz. Tam ondan üzvəyiz yerləşirik. Məzahir Rüstəmov 140 küçəsindədir ünvanımız. Aha, deməli demişdim ki, indi sizə keçək üst geyimlərinə. Üst geyimlərimiz endirimdədir. Hansısa bir xanımız da burada jilet soruşmuşdu. Sadəcə burada mesaj gəldi ki, üst-üstə unuttum. Aha, gördüyünüz jilet modellərimiz hər biri dəvə yunu tərkibli, çox keyfiyyətli jilet modelimizdir. Yəni endirimdə olmuşkən məncə gəlin alın, yararlanın ki, sonra qışda bu endirimli qiymətləri tapmaq olmur. Arxa hissəsi belə qəşəng sırıqlı, kapşonlu bir modeldir. Dediyim kimi dəvə yunu tərkiblidir. Yan hissəsində belə qəşəng cibləri var. Baxın yanlarında belə yığmaq da olur. İstəsəz həm yığıb, həm də aça bilərsiniz yanlarını. Daha sonra xanımlar. Yəni ölçüləri də var. Böyükbədən xanımlarımız üçün də jilet modellərimiz var. Yəni 70-ə kimi bəzən elə üst geyim olur ki, onun 70-ə kimi ölçüsü olur. Ekranlarımızı bəyənə zəhmət olmasa, daha sonra digər belə fərqli rəng bir jilet modelimizi istəyirəm göstərim. Bu da kapşonlu bir modeldir. Elə yəni baxın belə canlıdan da görünür ki, necə böyük, yəni bir modeldir. Battal ölçüləri də var mağazamızda. Yaxından göstərim. Ön hissəsi belə qəşəng zərif işləməli. Arxa hissəsində həmçinin kapşonu da var. Qeyd etdiyim kimi elə burada da görünür. Dəvə yunu tərkibli modellərdir hər biri.
Yeni qoşulanlar ekranlarımızı bəyənək, zəhmət olmasa canlı yayımızı paylaşaq. İzləməyə də alsaz çox sevinərəm. Çünki birazdan canlı yayımızı bağlayacağım. İzləməyə alın ki, hər canlı yayımızdan da xəbərdar olasınız. Hər gün də yəni Instagramda bacardığım qədər sizə xəbərdarlıq edəcəm. Yəni hər səhər story atacağım ki, filan saatda canlı yayımlarımız olur. Siz də heç birini qaçırmayasınız. Jilet modellərimizdən göstəreyim. Sonra da sizə vaxt verəcəm ki, nə sualınız varsa yazın. Məncə sonra canlı yayımı bağlayaq. Əsasən yəni çalışın ki, vaxtınız olarsa səhər-səhər açılan canlı yayıma daxil olun. Orada yəni mən sizə hər şeyi ətraflı göstərirəm. Aha. Daha sonra gəl belə iki rəng olan jilet modelimizdən istəyirdim mən sizə göstərim. Bir dəqiqə bu niyə sabıra ilişdi. Ən yaxşısı bilindi. Bunu bu rəngini göstərik. Aha. Deməli, daha sonra belə iki rəngli, kapşonlu jilet modelimizi göstərəcəm. Baxın, yan hissəsində cibləri var. Cibləri həm zamukladır, həm də belə yandan cibi var. Uzaqdan tutun, rahat görə biləsiniz xanımlar. Yəni ölçüləri də var. Böyüklərdən ölçülür, dəvə yunu tərkiblidir. Çox keyfiyyətli bir model. Yəni dəvə yunu tərkibli də elədir ki, yəni qışda sizi çox qəşəng isti saxlayacaq. Yəni buradan yəni bu jiletləri alsaq, müştərilərimiz bəzən görürsünüz ki, alır, gəlir deyir ki, mən 2 il əvvəl almışdım, sizdən 3 il əvvəl almışdım. Yəni hələ də geyinirəm. Hər biri keyfiyyətli modellərdir. Ekranlarımızı bəyənək, canlı yayımızı paylaşaq, zəhmət olmasa. Yəni keçid edib səhifəmizdən videomuzu da bəyənsəz, yəni bizim üçün xoş olar. Yəni də baxın xanımlar, yəni məncə geyimlərimizlə, modellərimizlə sizi az da olsa tanış edə bildim. Nə sualınız olarsa indi mən gözləyirəm. Nə sualınız olarsa, hansı geyimi görmək istəyirsinizsə, hansı ölçü sizi maraqlandırırsa əgər, burada şərh bölməsində yazın. Mən sizə onun haqqında məlumat verim. Nə sualınız varsa gözləyirəm. Yazın, mən məlumat verim. Yəni sizə həm ziyafət geyimlərindən göstərdim, qısa uzun model olsun. İndi yeni qoşulan izləyicilərimiz olar birdən bilməzlər. Ziyafət geyimləri göstərdim, qısa, uzun model, gündəlik donlardan göstərdim, kətan olsun, pamlıq olsun, yəni yay donları. Həm gündəliyə, həm ziyafətə və s. geyinə bilərsiniz. İkili dəst modellərimiz var, nə bilim şalvar modellərimiz, köynək, futbolka, yəni çeşidimiz hədsiz çoxdur. İndi isə siz hansını istəyirsinizsə yazın, mən də onun haqqında məlumat verim. Son olaraq da ünvanımızı da xatırladacağım. Buradan işıq qəşəng düşürmüş. Aha, ünvanımızı da xatırladacağım. Çatdırma xidmətiniz olduğunu da bilirsiniz. Çatdırma xidmətimiz də var. Gündəlik modellərə baxın. Gündəlik modellərdən göstərmişdim. İndi sizin üçün də bir ikisini göstərərəm. Elə səhifəmizə daxil olsaz xanımlar. Səhifəmizdə yəni videolar var. Həm kətan donların, həm pambıq donların, nə bilim gündəlik yay donlarının hər birinin videosu var. Çəkib atarsınız, videonu göndərərsiniz bu əlaqə nömrəsinə. Əlaqə nömrəsi səhifəmizdə də var. Keçid edib baxa bilərsiniz. Ora göndərin, mən sizə ətraflı məlumat veririm. Belə. Nə sualınız varsa da gözləyirəm, cavablandırırım. Daha sonra yəni bugünlük canlı yayımızı bağlayacağım. Bir də inşallah ki, sabahları səhər saat hardasa 12-dən 1 aralığında belə canlı yayım açılacaq. Onda da inşallah ki, hər biriniz izləyərsiniz, hər birinizi gözləyirik. Həm mağazamızda, həm də canlı yayımızda. Sağ olun.